أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. Din nəsli dedikdə tövhid qəsd edilir. Din nəslinə müxalif olan şeylər dedikdə əsas birinci şirkdir ki, tövhidə ən birinci zidd olan şey şirkdir. Allah Subhanahu taala'dan başqasına ibadət. Dinin nəslində cəhalət üzür deyil. Dinin əslində cəhalət üzür deyil. İmam Qərrafi Əl-Maliki rahiməhullah Tənqihül Usul adlı kitabın şərhində deyir ki, وَذَٰلِكَ لِأَنَّ اللّٰهَ لَمْ يُعَذِّرْهُ بِالْجَهْلِ فِي أُصُولُ الدِّينِ إِجْمَاعًا. Bu onun üçündür ki, Allah Subhanahu wa Taala insanı dinin usulunda cəhalətlə üzürlü hesab etməmişdir. Və bunda icma var. Sonda buyurur ki, icmaən. Dinin usulu, dinin əsli dedikdə, insanın burada cəhaləti üzür deyil. Dinin əsli dedikdə nə qəsd edilir? Şeyxülislam Muhammed ibn Abdülvahhab rahiməhullah Asluddinul İslam və qaidatuhu əmrən. İslam dininin əsli və iki qaydası adlı kiçik bir risalədə İslam dininin əslinə tərif verir. Buyurur ki, Asluddinul İslam və qaidatuhu əl-əmrən. İslam dininin əsli və iki əsas qaydası. Birinci, əl-əmrul əvvəl, əl-əmru bi ibadətilləhi təalə vəhdəhu lə şərikə ləh. Birinci, Allah Subhanahu taalaya şirki tərk edərək ibadət etmək və təhridu alə zəlik, təşviq etmək buna və l-müvalatu fihi, bunun üzərində dostluq etmək və təkfiru mən tərəkəhu və bunu tərk edənləri təkfir etmək. Yəni, tövhidi tərk edənləri təkfir etmək. Vəl-əmrus-sani, ikinci qayda, dinin əslinin ikinci hissəsi, əl-inzəru ani-şirki fi ibadətilləhi təalə. Allah Subhanahu wa Taala'nın ibadətində şirkdən çəkindirmək. Və-təğlidu fi zəlik, bunda sərt olmaq. Vəl-muadətu fihi, bunun üzərində düşmənçilik etmək. Və təkfiru mən fəaləhu və bunu işləyənləri təkfir etmək, yəni şirk işləyənləri təkfir etmək. Bu dinin əslidir. Və bu dinin əslində zikr edilən şeylər Allah Subhanahu wa Taala'nın bir ayətində mövcuddur. O ayət də Mumtəhina surəsinin 4-cü ayəti. Allah Subhanahu wa Taala buyurur ki, "Qad kanat lakum uswatun hasanatun fi İbrahim vəl-lezina ma'ahu." İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. İbrahim aleyhissalam, onunla birlikdə olanlar, təfsirçilər deyirlər ki, zürriyyətindən olan nəbilər, rəsullar. İz qalu li qavmihim, onlar öz qövmlərinə dedilər, yəni peyğəmbərlər, başda İbrahim aleyhissalam olmağına. İnna bura'u minkum, biz sizdən bəriyik, müşriklərdən. Və mimmə ta'buduna min dunillahi, Allahdan başqa ibadət etdiklərinizdən də bəriyik, yəni tağutlardan, ilahlardan, yəni şirkdən. Və kəfərnə bikum, sizi təkfir etdik. Yəni şirk işləyənləri, müşrikləri. Bütün peyğəmbərlər belə xitab edib qövmünə. Və bədəə beynənə və beynəkumul ədavəti vəl-bəğdəu əbədən. Və sizinlə bizim aramızda əbədiyyən ədavət, düşmənçilik və buğz, nifrət yarandı. Həttə tu'minu billəhi vahdə, tək Allaha iman gətirincəyə qədər. Əsildə Muhammed ibn Abdülvahhabın zikr etdiyi şeylər, bu bir ayətin içərisində hamısı var. Bu dinin əslidir. İnsan bundan müsəlman olur. Bunda insanın bilməməzliyi insana bu dünya əhkamlarında üzür deyil. İnsan bunu bilmirsə, necə müsəlman ola bilər? İnsan namazın qılınmasını bilməsə, namaz qıla bilər? İnsan orucun tutulmasını bilməsə, oruç tuta bilər? Yox. Bu dinin əslidir. İnsan bunu bilməsə, bunun əhli necə adlandırıla bilər? Təbii ki, adlandıra bilməz. Bunda insan cəhaləti üzür deyil. Və insanın bunda cəhaləti üzür deyilsə, deməli, insanın bu şeydə təqlidi də, təvili də üzür deyil. Çünki bu üzürlər bir insanın cahilliklə üzürlü olması və yaxud da hər hansı bir şey, dindən olan bir şey təvil etməsi. Təvillə cahilliyin fərqi nədədir? Cahillik bir insan bir şeyi əgər bilmirsə, ona cahillik deyilir. Təvil isə insanın bir şeyi bilib ancaq səhv anlamasına, hər hansı bir şəri hökmü doğru yerinə qoymamasına deyilir. Bənzər şeylərdir, ancaq həmçinin də fərqli şeylərdir.
Təqlidsə birisinin dəlilsiz başqa birisinin sözünə və yaxud da hökmünə tabi olmasına deyilir. Bunlar bənzər şeylərdir. Təqliddir, cahillikdir. Həmçinin cahillik, təvil və təqlid. Üçü də bənzər şeylərdir. Əgər bunun birisi üzür deyilsə, digər də üzür deyil. Deməli, dinin əslində insan cahilliklə, bilməməzliklə üzürlü deyilsə, deməli, təvillə də üzürlü deyil. Təqlidlə də üzürlü deyil. Allah subhanahu wa ta'ala buyurur ki: وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ زُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قَالُوا بَلَى شَهِدْنَا أَنْ تَقُولُوا يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هَذَا غَافِلِينَ. Sənin Rəbbin bir zaman Adəm evladının belindən gələnləri çıxartdı, onları bir-birinə şahid etdi və dedi ki, sizin Rəbbiniz deyilənmi? Dedilər ki, bəli, və biz bunu ona görə etdik ki, qiyamət günü deməyəsiniz ki, bilmirdik. İnnə kunnə ən hədə qafilin, qafil idik. Üzür deyil. Deməli, Allah subhanət hala bunu ona görə edib ki, insan deməsin ki, bilmirdim. Əv təqulu innəmə əşrəkə əbəunə min qablinə və kunnə zurriyyətən min bədihim. Və yaxud da deməyəsiniz ki, atalarımız şirk edirdi. Biz onlardan sonra gələn onların zürriyyəti idi ki, onlara tabi olmuşduq. Deməli, təqlid özür deyil bu ayətə görə. Cəhalət özür deyilsə, təqlid özür deyil. Cəhalət əgər üzürdürsə bir şeydə, orada təqlid də özürdür. Həmçinin təvil də özürdür.